Sabahınız xeyir olsun, xoş gördük hər birinizi. Nəzərinizə çatdırım, həkim sən hal-hazırda efirdədir və həkim qonağımız revmatoloq osteopat Əli Əlizadədir. Mayamed klinikasında yerləşən Vertex Revmatologiya Osteopatiya Mərkəzinin rəhbəri və eyni zamanda həkimidir. Hər görüşümüzdə praktiki cəhətdən zəngin insan olduğuna görə paylaşdığı sırada o praktikasını, yəni dediklərindən belə başa düşmək olur ki, struktur pozulluğundan əziyyət çəkən insanların sayı getdikcə artır. İndi bilmirəm, bu zamanında doğru müalicə aparılmamasının mı nəticəsidir, yoxsa həqiqətən doğru həkim tapa bilmirik və ya var olan simptomların hansı xəstəlikdən qaynaqlandığını, əmələ gəldiyini, irəli gəldiyini bilmirik. Biz bütün bu əlamətlərə bugün toxunacaq və bugün xüsusilə bax, onurğamız da yanımızdadır. Əli doktor, xoş gördük bu arada sizi. Siz də çox xoş gördük. Struktur pozğunluğunda olan, xüsusilə də yırtıqlar, fəqər arası disk yırtıqları, fəqərələrdə, oynaqlarda olan degenerativ problemlər, hansı səbəblərdən yaranır, kimlər risk altındadır? Bunlar veriləcək şablon suallardır. Mən bu şablon suallardan hər zaman həkim sən verilişində uzaq qalmışam. Amma nə etmək olar? Xəstəliklərdən xəbər verən əlamətlər var ki, onları da sadalamaq mənim üzərimə düşən işdir. Doktor, xoş gördük bir daha. Sizi də çox xoş gördük. Yırtıqların səbəbi nədir? Bayaq bir gözəl söz dediniz ki, sayı artıb. Ora bir cümlə də əlavə edirdim. Sayı həm artıb, həm də cavanlaşıb. Bəli, yaşı yavaş-yavaş ilbəil cavanlaşır. Hətta orta məktəb şagirdində. Orta məktəb şagirdində bel yırtığı? Bəli, 11-ci sinif şagirdinin. Belindədir? Bəli, belində, bel nahiyəsində. 11-ci sinif şagirdinin. Artıq çəkisi var, nədir səbəbi? Artıq yox. Əzələlərin zəif olması, nədənlərdən yüklənmə səbəbi. Bəli, bədənin yükünü, əzələdə o güc yoxdur ki, bədənin yükünü götürsün. Burada biraz təhsil proqramımızın da rolu var bu işdə və oturaq həyat tərzinin keçirməsi, uşağın yaşına uyğun aktiv həyat tərzini sürə bilmir. Məcburi qaydada bu saat bilirsiniz də 10-cu, 11-ci siniflərdə elə aşağı sinif şagirdləri də az oxumur. Oturaq şəraitdə günün bir 11-12 saatını, ən azı 12 saatını oturaq həyat tərzində keçirmək məcburiyyətindədirlər. Bu da xəstəliklərin, bu cür xəstəliklərin cavanlaşmasını gətirib çıxaran amillərdəndir. Yəni buna bir Təhsil Nazirliyi, bir aidiyyatı qurumlar tədbir görməsələr, bir 5-10 ildən sonra hətta 2-ci, 3-cü sinif şagirdlərində belə onurğada degenerativ proseslər rastlanacaq. Yəni bu faciə, milli faciəmiz deməkdir. Uşaqlar davamlı oturur, yəni... Uşaqlar davamlı otururlar. Gedirlər məktəbə, məktəbdən çıxırlar. İndi fasilədə də nəsə 5 dəqiqə. Yox, yəni biz getmişik dərsə, dərsdən də çıxıb gəlmişik evə. Tənəffüsdə də qaçmışıq, oynamışıq, başqa məsələ. Evdə də dincəlib, rahatlanıb, sonra dərs olur. İndi proqram necədir? Dərsdən sonra hazırlıqlar, hazırlıqdan sonra yenə evə gəlir, yenə dərs. Bu dövlət proqramıdır? Özəldir bəlkə? Yox, dövlət proqramı bu cürdür. Məcburdur uşaq, dərsə də gedir, dərsdən sonra repetitor yanına gedir. Çünki təhsil 11-ci sinif bitirib, ali məktəbə imtahan verəndə 5-ci sinifdən, 6-cı sinifdən yenə suallar düşür. Məcbur uşaq həmin proqramda yenə oxumalıdır. O da məktəbdə oxuduğu proqram ona bəs eləmir. Məcburən, yəni nazirlik... Deyirəm, əlavə dərs proqramları. Bəli, əlavə dərs proqramları da gəlir təhsilin üzərinə. O olmamalıdır, belə bir şey olmaz axı. Uşaq öz uşaqlığını görə bilmir. Uşaq yüklənmiş bir vəziyyətdədir. Uşaqlar məktəbə artıq nifrət edir, təhsilə nifrət edir. Yəni mən də olsaydım, mən də nifrət edərdim. Yəni belə şey olmaz axı. Bu qədər yüklənmə, ağır çantalar, uşaqlarda kifozlar bilirsiniz nə qədər artıb. Kifozu olmayan məktəbli uşaq yoxdur. Demək olar ki, onurğa kifozu nə deməkdir? Yəni kifozun normalda döş fəqərlərində kifoz olmalıdır. Sadəcə ağır yük, ağır çanta daşımaq döş fəqərlərinin kifozunu artırır. Uşaqlar 12-13 yaşından sonradakı uşaqların, gənc uşaqların yeniyetmə yaşında artıq sürətli boyatma periodudur. Həmin periodda artıq uşaqlar əyilir hamısı. Bu da gələcək problemlərə gətirib çıxaran amillərdəndir və amillərdir. Bilirsiniz, bu cavanlaşma, bu onurğa problemlərinin cavanlaşması böyük faciədir. Gələcəyimizə vurulan zərbədir. Bu barədə artıq o necə ki, həmişə sizin verilişinizdə, sizin vasitənizlə səs qaldırdıq,
Siz səs qaldırdınız ki, qohum evliliklərin faciələri. Bu da yeni bir faciədir. Bu da bir faciədir, amma təhsil bilirsiniz, mənim üçün çox həssas bir nöqtədir. Həssasdır, amma dünyanın hər yerində də təhsil var axı. Belə bir şey yoxdur. Bizim də əlavə təhsil proqramlarımız olub, amma sizin dediyiniz şəkildə olmayıb. Ehtiyac olarsa əlavə təhsil hansısa proqram, hansısa ildə planlaşdırıla bilər. Amma bu cür yüklənməni, uşaq 5-ci sinifdə məktəbdən çıxır hazırlığa gedir. Demək ki, ehtiyac var. Yox, ehtiyac varsa deməli haradasa boşluq var. Haradasa boşluq var da deməli. Başqa bir vaxta qarışar. Bu boşluq deməkdir. Biz tibbi mövzulardan artıq təhsil proqramlarına keçməyək. Çünki yəqin ki, orada bir boşluq var. Yəqin ki, gün ərzində və ya il ərzində almadığımız təhsili əlavə dərslərdən təmin etməyə çalışırıq. Verilən testlərə cavab verə bilmiriksə, bu orta məktəb proqramından geri qalma, şagirdin özünə bağlıdır, yoxsa təhsil verən pedaqoqa bağlıdır? Bir-iki şagirdə yox, bu kütləvidirsə artıq proqramın problemidir. Keçək onurğaya. Niyə elə əziyyət çəkir? Müxtəlif yaşlarda, müxtəlif hallarda baş verə bilər. Yaşlı şəxslərdə degenerativ proseslər, yəni qığırdağın zədələnməsindən sonraki deməli, zədələnmələr baş verir. Degenerativ proses, yəni qığırdağın qocalması deyək, mayesinin çəkilməsi deyək, qan dövranın pozulması mı deyək, bunun nəticəsində əmələ gəlirsə, digər yaş qruplarında, gənc şəxslərdə əzələ qruplarının zəifləməsi nəticəsində baş verir. Və hər bel ağrısı da fəqərarası disk yırtığı demək deyildir. Hər bel ağrısı və yaxud da ki, boyun ağrısı mütləq qaydada getdim MRT-yə, orada disk yırtığı çıxmadı da demirlər. Deyirlər, getdim MRT-yə, heç nə çıxmadı. Heç nə çıxmadı məsələsi deyil. Burada fəqərənin rotasiyası ola bilər, siniri o sıxa bilər. Fəqərəsi disk yırtığı ola bilər, protruziyalar ola bilər. Ola bilər ki, çox kiçik ölçüdə protruziyalar olsun, amma foraminal yırtığı olsun, foraminal protruziya olsun. Yəni, foraminal protruziya nə deməkdir? Fəqərənin sinir şaxəsini, biri var mərkəzdən sıxır siniri, bir də var ki, düz sinir şaxəsinin çıxdığı nahiyədən sıxır. Burada bir foraminal yırtıq əmələ gəlir. Əgər rejissorumuzdan xahiş eləsək, bunu yaxınlaşdırar bir belə. Bu modeldir. Yırtıq dedikdə belə bir hal baş verir. Yəni, fəqərarası diskin sanki bir pırtlayaraq çölə çıxması nəticəsində bu sinir kökünü sıxır. Bu sinir kökünü sıxdıqda, bu nə qədər böyük olsa, o qədər də çox sıxır. Hər hərəkətdə bu baş verir? Xeyr. Bu, əgər sıxılıbdırsa... Bir dəqiqə, əvvələ qayıdaq. Amortizasiya rolunu oynamır? Bu amortizasiya rolunu oynayır. Göstərək onu, amortizasiya rolunu. Bu cür yumşaq olmalıdır. Hər hərəkət etdikcə, o yırtığın əgər dediyiniz kimi... Yırtıq olmamalıdır. Buradan çıxmamalıdır. İndi yırtıq varsa, orada amortizasiya qalır, yoxsa... Hə, bu asılıdır artıq birincili yırtıqdır, yoxsa ikincili, üçüncülü. Yəni, birincili yırtıqdırsa, bir dəfədə bu yırtığın əmələ gəlməsi zamanı amortizasiya hələ nisbətən saxlanılır. Düzdür, MRT-də belə bunun rənginin artıq qaralması baş verir. Artıq normal amortizasiyada olmur. Amma nisbətən də olsa, burada müalicənin kökündə əsas nə durur? Onun amortizasiyasını əvvəlki vəziyyətə çatmasa da heç olmasa ona yaxınlaşdırmaq. Amortizasiya az da olsa rol oynasın. Çünki insan yeriyəndə fəqərə sağa-sola döndükdə belə, bunun sağa-sola əyilməsi belə insanın amortizasiyasında rol oynayır. Amma ikinci dəfə yırtıq əmələ gələndə, üçüncü dəfə eyni fəqərarası diskdə yırtıq əmələ gələndə, bu artıq hər dəfə biraz axır, azalır. Mayesi azaldıqca... Eyni diskdə yırtıq əmələ gəldi dediyimizdə eyni yerdən, yoxsa fərqli? Fərqli yerdən də ola bilər, eyni diskdə. Hətta fəqərarası disk yırtığı ola bilər ki, heç bir ağrı verməz. Yəni, burada gördüyümüz bu cür çıxıntı qarın boşluğuna ön tərəfdə ola bilər ki, hansı ki, burada sinir boşluq nahiyəsinə çıxa bilər və axıb tamamən bitişə bilər. Disklər fəqərəyə bitişənə qədər axıb gedə bilər, xəstə o qədər də ağrı hiss eləməz. Ara-sıra beldə uçucu ağrılar olur və bu ən çox olur ağır fiziki işləyən insanlarda. Bəs rentgenoloji müayinələrdə, ümumiyyətlə radioloji müayinə deyək, hansı kəsikdən müayinələr aparılır ki, onun daxilə, xaricə qeyd olunurmu onlar, yırtıq hansı istiqamətdədir? Radioloq əsasən onun daxilə olan yırtıqları median, paramedian, foraminal və ekstraforaminal olduğu qeyd olunur. Amma qarın boşluğu axanları
qeyd olunmur orada. Niyə? Onu həkim müalicə edən həkim özü baxanda görür ki, burada azalıb hündürlüksə bu gələcəkdə başqa fəsadlar verə biləcək. Əgər deməli sinir boşluğuna sarı, sinirlərə sarı yırtıq yoxdursa, onda deməli qarın boşluğuna. Orada da əməlli başlı görünür. Əhəmiyyətsizdir deyə. Əhəmiyyətsizdir, bəli. Yəni o ağrı vermirsə, ağrının səbəbi deyilsə, amma diskin gələcəyi üçün əhəmiyyətlidir. Əgər cərrahi əməliyyata gedirsə xəstə heç bir əhəmiyyət kəsb eləmir. Yox, əgər müalicə olunacaqsa, müalicə diskdə üçün olur görüntü olaraq. Sadəcə diskin radioloji bütün görüntüləri bəli, diskdə görünür. Yox, doktor, konkret suallarıma cavab verin. Radioloji olaraq əhəmiyyət kəsb etmədiyi üçün radiologlar onu müayinəyə, üzr istəyirəm. Qarın boşluğuna doğru bir yırtıq var. Hətta bir neçə başqa digər fəqərə arası disklərdə dediyiniz kimi minimal da olsa siniri sıxan və ya heç sıxmayan hardasa bir dəyişiklik var. Düzdür? MRT çəkildi. O sırada bütün görüntü olaraq diskdə yazılır? Yox. Xeyr. Səbəb? Qarın boşluğuna doğru olanlar radiologlar tərəfindən qeyd olunmur. Diskdə. Yox, diskdə görüntü olaraq hamısı görünür. Mən o disk alıb sizin yanınıza və ya başqa bir ixtisas həkimi, müalicə həkimi. Bəli, orada görünür. Mən ona görə deyirəm, radiolog nəticəni yazır, o gördüyünü və ona dediyiniz əhəmiyyətli bildiyini tərəfini yazır. Bəli, əhəmiyyətli tərəfini yazır. Nəyi aydınlaşdırmaq istəyirəm? Hətta qarın boşluğuna belə protruziya əmələ gəlməmiş. Siz onu görə bilirsiniz. Bəli, ola bilər ehtimalı olanları belə görürük ki, artıq qan dövranı pozulub, ətrafı qara həlqədə radioloji olaraq ortası şəffaf görünməlidir. Normal qan dövranı ilə təchiz olunmuş fəqərası disk. Əgər onun rəngində qaralmalar və yaxud da rəngində rəng dəyişikliyi varsa, artıq bu zədələnmiş, gələcəkdə yırtıq ola biləcək ehtimalı verən diskdir və bunda bu barədə də xəstənin mütləq xəbərdar olunur. Mütləq olmalıdır hətta. Mən nəyə görə bu sualı verdim sizə? Doktor, çox istəyərdim ki, tamaşaçılar xüsusilə diqqət yetirsinlər. Radioloji müayinələrdən keçirik. Əlbəttə, radioloq üzərinə düşəni, gördüyü qədərini yazır. Amma həkimlər özləri də o diska baxmağı məsləhət görür. Hətta məsləhət yox, mütləqdir. şəkildə də baxırlar. Bəziləri baxmır. Əsasən də fəqərası disk yoxdur, disk yırtığı yoxdur. Yox, baxmırsa o deməli fəqərənin necə işlədiyini bilmir. Baxmır. Mən ona görə insanlara səslənirəm ki, həkim özü də o diska baxmalıdır. Ola bilər, bəzən elə olur ki, sizin dediyiniz o əhəmiyyətsiz gördüyü, yumşaq toxumalarda olan dəyişkənliyi, nə bilim, şişkinliyimi deyim. Əhəmiyyətsiz olan, məsələn, rotasiyalar olur, fəqərənin burulması. Onları radiolog yazmasa da əli oturub baxdığında deyə bilər ki, məndə əmələ gələn o var olan ağrını yaradan səbəb yırtıq deyil, tam tərsi budur. Onun müalicəsini alacağım. Və ən çox həssas vurğulamaq istədiyim nöqtə nədir, doktor? Bax, deyir sizə, mən soruşdum ki, qeyd olunur, yoxsa yox. Biz nəyə baxırıq? Yırtıq var, qara hərflərlə ölçüsü. Gözə girir, axı, qorxuruq, gəlir ki, ay aman yırtığım var. Amma biləndə ki, o yırtıq səndə heç ağrı vermir. Onun istiqaməti də o deyil. Orada heç sinirdə yoxdur. Bax, bugün bir xəstəyə baxmışam, belində 2 dənə yırtıq var, 2 dənə də protruziya. MRT radioloji olaraq da yazılıbdır. Diskə baxmışam, xəstəni müayinə edirəm. Deyirəm, hələ o yırtıqların sizlə işi yoxdur, hələ toxunmur. Sinirə baskı yoxdur. Boşluğa açılmış yırtıqdır, heç bir baskı yoxdur. Ağrıların səbəbi fəqərarası bu lardozun, bel fəqərlərində lardozun kifoza çevrilməsidir, qatlanıb arxaya. Və nəticədə də o qədər ağrı olub, bir neçə ayda çox hərəkət eləməyib, idman eləməyib, hərəkətlər eləməyib, qadın xilaqdır. Arxa əzəllər o qədər zəifləyib ki, fəqərənin üstündə saxlaya bilmir, hətta o dərəcədə zəifdir. Əzəllər tam bir pambıq kimi. Biraz da bəzi hallarda belələri gedib düşürlər ki, kimsə deyir ki, gətir orada biraz masaj eləyək, sənin ağrın keçəcək. Masajla həmin əzəlləri biraz da yumşaldırlar, biraz da gücünü itirir. Masaj da yaman dəbalı be. Gücünü itirir və nəticədə nə baş verir? Xəstə ağırlaşmış vəziyyətdə ya yaxında hansı həkim var müraciət edir, ya da bizim yanımıza gəlir, baxırıq ki, xəstəliyin səbəbi qalıb başqa yerdə. Diskdə orada çıxarışda 2 dənə yırtıq görüblər, düşüblər ki, bu saatlar o yırtıq müalicə olunmalıdır. O yırtığın hələ sizlə işi yoxdur. O yırtığın orada əmələ gəlməsi səbəbi zaten bu qamətin pozulmasıdır. Əgər burada lardoz düzləşibsə, burada disklərin bir tərəfinə ağırlıq çox düşür, digər tərəfinə az. Daimi də bu vəziyyətdə qaldıqda artıq diskin zədələnməsi məcburidir, mütləqdir. Başqa variant yoxdur. Deyirəm, Allah necə gözəl, mükəmməl bir onurğa yaradır. Baxın hələ fəqərə sütunu, fəqərələr üst-üstə, hər birinin arasında disklər. Bir-birinin arasında necə ardıcıllıqla. Nüvəsi, özü amortizasiya. Doktor, onu bir hərəkətə gətirin, özünün fizioloji əyriliyi,
bizim istəsək də o şəkli ala bilməyəcəyimiz bir strukturdan gedir söhbət. Amma bunun tam tərsi, lardoz olan yerdə kifoz, kifoz olan yerdə lardoz və ya sağa sola əyilmələr, skalyoz kimi onurğa problemləri yaradır ki, bunu da biz bəzən istəmədən bir çox xəstəliklər fonunda meydana çıxır. Birincili, ikincili olmaqla hissələrə bölsək mövzumuz dəyişəcək. Dəyişmək istəmirəm. Sadəcə onurğanın dəyərini, ümumiyyətlə bütün orqanizmin dəyərini bilməliyik, amma onurğa o qədər mükəmməl bir orqanizmin parçasıdır ki... Və əsas parçasıdır. Əsas parçasıdır. Çünki bütün orqanlar onurğadan sallaşır. Sadəcə bundan ibarət deyil. Bu, bilirsiniz, kəsilmiş bir sinirləri görürsünüzmü? Sarı rəngdə çıxıntılar olan. Bəli, bunlar çıxır. Yəni, onu düşünün ki, uzantıları və hər bir orqanı sanki hamısı bir orqana gedir. Qucaqlamış, inervasiya etmiş bir strukturdan gedir söhbət. Onun bir animasyon görüntüsünü də mən yayınladacağım. İnsanlar görsün ki, nədən gedir söhbət? Və onurğanın... Doktor orada hər şeyi nəzərə alır. Onurğanın gözə görünməz ağrılara səbəb olan bir amil də omadır. Oma qalça oynağıdır və çanaqdır. Ki, hansı ki, onurğada çox şiddətli ağrılara gətirib çıxaran amillərdəndir. Təkcə omanın hərəkətsizliyi, hansı ki, bunun hərəkətsizliyi müxtəlif problemlər ucubatından mümkündür. Hal-hazırda da gənc yeniyetmə yaşında olan insanların, gənc şəxslərin, saatlarla kompüter arxasında oturan şəxslərin, bank işçilərinin əksəriyyətinin problemləri buradan başlayır ki, insanlar düzgün oturmaq qaydasını itirirlər. Mənə belə rahatdır deyə düzgün oturmurlar. Sonra da ikincili problemlər gələcəkdə fəqarası diskin yırtıqlarına, blokadalara gətirib çıxaran amillərdir. Hansı ki, insan, mən həmişə deyirəm ki, insanın oturuş qaydası bu oturuq qabarıdır. Bu oturaq qabarının üzərində oturmalıdır insan. Mənə belə rahatdır dediyimizdə, demək ki, ağrı səbəbi ilə biz o pozisiyanı alırıqsa, önə oturub arxaya söykənirsə, o da risk faktorları içindir. Bəli, oma sümünün üzərində oturur və önə doğru əlmiş vəziyyətdə olur. Bu vəziyyət. Bunu göstərin tam şəkildə şahlar. Yəni, insan oma sümünün üzərində oturursa, burada onurğa normal ola bilməz. Üstəgəl, çanaq orqanları normal işləyə bilməz. Üstəgəl, beldə ağrı olmaya bilməz. Təkrar göstərin onda. Bax, bu vəziyyətdə oma sümünün normalda oturmalıdır oturaq qabarın üzərində insan. Burada, bax, bu qabarların, bu iki qabarın üzərində oturmalıdır. Amma bu cür hallarda otururlar oma sümünün üzərində. Əsas da uşaqlar evdə oturub, dərsdən gəlib evdə rahat vəziyyətdə, divanda oturub, telefona, televizora baxanda. Bax, belə bir poz alırlar. Bu şəkildə hər birimiz otururuq, doktor. Yox, yəni... Kənardan çılpaq vəziyyətdə özümüzə baxmış olsaq. Bəli, yaşlı şəxslərdə belə oturmaqla... Həqiqətən insanın çılpaq formasıdır da bu. Bəli, bəli. Çılpaq forması, hər kəsdə var bu onurğa sütunu. Yəni, bu vəziyyətdə onurğa normal işləyə bilməz. Və biz rahat dediyimiz, relaksasiya dediyimiz vəziyyətdə bu pozisiyada oluruq. Bəli. Tam relaksın, biraz çobud formada bizim dildə adı yayxanmaqdır. Biri var oturmaq, yayxanmaq da. Yayxanmaq. Hə, biri var oturursan. Yəni biz tərəfdə elə deyirlər. Yəni burada biri var oturmaq, biri var uzanmaq. Bu ikisinin arasında bir keçid forma təşkil edir və ən dəhşətlisi də budur ki, keçid formada insanın orqanizmi tamamilə məcburi bir vəziyyət alır, belə bir vəziyyət və bu vəziyyətdə də həm yeniyetmə şəxslərdə, uşaqlarda, cavan şəxslərdə, 30-35 yaşında insanlarda sürətli kifoz formalaşır və bel ağrıları, belin lardozun düzləşməsi nəticəsində də bel ağrıları, boyun ağrıları və bu belə kürək də belə kifozlaşanda bel fəqərləri insan önə baxmaq üçün boyun məcburi deməli lardoz dərinləşir ki, çünki kürək belə gedəndə boyun önə doğru baxmaq üçün məcburi bir vəziyyət alır və bu səfər başlayır kürəyində ağrılar. Daimi kürəyə, çiynində işdən gəlir, cavan adamdır, amma ağrı ilə gəlir. Evə çatan kimi, evdə kimi tapsa deyir kürəyimi oxala, çiynimi oxala, ay kürəyim qırıldı, çiynim qırıldı. Hamısının da səbəbi ya saatlarla kompüter arxasında düzgün oturmamaqdır, ya da ki, ümumiyyətlə iş yeriyəndə də düzələ bilməməkdir, artıq tam əyilmiş formalarda. Bunların bütün hallarda çarəsi mümkündür, geri dönməz proses deyil. Amma hansısa həddə qədər, hansı formaya qədər, hansı hallarda... Müalicə çox zaman alır? Dərəcəsindən asılıdır, əyirliyin dərəcəsindən. Əgər orada deformasiya da baş veribsə, yəni qığırdağın zədələnməsi fonunda gedirsə, bəli, biraz uzun müddətli xarakter alır. Yox, əgər qığırdaq zədəsi yoxdursa, o zaman
hardasa bir kurs müalicə, 20 gün, 3 həftəlik kurs müalicə ilə demək olar ki, bir 60%-ə qədər yaxşılaşdırmaq mümkündür. Az yaşlı uşaqlarda daha tez bəzən mümkün ola bilir. O da asılıdır dərəcəsindən. Çünki bu halda onurğa əyilmiş olanda, oma sümüyünün üzərində oturanda düz arxaya əyilmirlər. Bəzən biraz da yan üstə uzanırlar. Yan üstə uzananda da orada çanaqda da əyilmələr baş verir. Çanaqda da əyilmə varsa bu səfər burada onurğanın rotasiyası da baş verir, yəni skalyoz, kifoz. Məktəbli uşaqlarda ağır çanta bir çiynindən asırlarsa, əgər orada zaten çiynin hesabına döş fəqərlərində də artıq rotasiya, burulmalar baş verir ki, bu da prosesi, sağalma prosesini daha da ağırlaşdırır. Yəni bu cür uşaqlara biz həmişə məsləhət görürük ki, hər iki çiyninə çantanı, hər iki çiyninə rüqzak kimi keçirsin. Bir çiynindən asmaq ağır çantanı daha ağır fəsadlara gətirib çıxarır. Düzdür, iki çiynindən asanda da kifozu artıra bilir, amma heç olmasa yan tərəfə əyilmir, rotasiya vermir. Digər hallarda bunun müalicəsini aparmaq üçün sadəcə birinci növbədə xəstədən asılı olan məsələnin həllinə keçmək lazımdır ki, xəstənin əgər düz oturuş qaydalarını, özünün evdə, işdə normal oturmaq qaydalarına riayət edə bilmirsə, bunun müalicəsi də uzanır dediyiniz kimi. Əsas məsələ xəstədən asılı olan hissəni necə riayət etməkdir. Hansı yollarla müalicəsi mümkündür? Müalicə yolları xəstənin halından, yaşından, çəkisindən, degenerativ prosesin olub-olmamasından, ağırlıq dərəcəsindən asılı olaraq hansı hallarda müdaxilələr, burada inyeksiyon müdaxilə lazım olur, hansı halda reabilitasiya, fizioterapiya, hansı halda əlavə osteopatik prosedurlar, əgər xəstənin çanağında əyrilik varsa, rotasiya varsa, burada osteopatiyasız hansısa problemlərini həll eləmək mümkün də deyil, ağrısını kəsmək olar. Bəzən bu ağrılar çox şiddətli olanda inyeksiya vasitəsilə blokad olunub ağrılar götürülür ki, heç olmasa xəstə gecə ağrılarına dözə bilsin. Çünki fəqərarası disk yırtıqları dediyimiz formada baş verdikdə, belə bir sıxıntı baş verdikdə sinir kökü sıxılıb, burada xəstənin ayaqlarında yanmalar, əgər boyun fəqərəsindədirsə qolunda yanma, uyuşma, xəstə qolun telefondan danışır, bir əlindən telefondan tuta bilmir, tez əlin dəyişir digər tərəfə. Səhərə yaxın bu iki barmaqda... Əldə uyuşma varsa beldən şübhələnir? Yox, burada boyundadır. Boyunda da ola bilir, beldə də ola bilir. Mən biraz məsələni qarışdırdım. Qarışdırdım. Əgər beldədirsə ayaqda uyuşmalar, keymələr, əgər boyun fəqərlərindədirsə qolda uyuşma, keymələr, hətta yanmalar olması mümkündür. O sıxılma dərəcəsində sinirin hansı dərəcədə sıxılmasından və hansı şaxənin sıxılmasından asılı olaraq. Bəzən bu ağrılar boyundadırsa, məsələn, qola, dirsəyə qədər ağrı ola bilər, bəzən biraz da çox ağırlaşdıqda ələ qədər. Və yaxud da ki, bel fəqərlərində degenerativ proses olanda bəzən dizə qədər ağrıların olması mümkündür. İşalgik ağrılar, bəzən də ayağa qədər, topuğa qədər ağrılar olur. Xəstədə yan və arxa tərəfdən çox şiddətli ağrılarla, gecə ağrılarından yatmaqda da problem törədir. Xəstə ağrı kəsicilərsiz gecə yata bilmir. Səhər yuxudan durduqda bəzən dəhşətli ağrılarla yuxudan ayılır. Və yaxud da ki, gecə hansısa bir pozada yatıb özündən xəbər olmur. Bir də ağrıdan ayılır ki, ayaq tutulub, ya qol tutulub. Yəni tutulub, müvəqqəti tutulmaqdan gedir söhbət. Ağrıların şiddətinə görə tutulub deyirəm. Sadaladığımız əlamətlər hamısı gecikmiş mərhələnin ağrıları. Bəli, gecikmiş erkən mərhələlər bayaq dediklərimdir. İnsan yeriyərkən görürsə ki, lardoz düzləşib, kifozlaşıb. İnsan bilməlidir, belə bir yaşa gəlib çatıb və onurğanı yüklüyürsə, onu yükləyən nədir? Artıq çəki, bütün gün ayaq üstə dayanmaq, məcburi pozisiyalar və s. Hər kəs özünü tanıyır. Sən bu gün ağırlaşmışsan, hər iki baldır, bud nahiyəsində ağrı, yırtıq bir deyil, bir neçə dənə, ölçüsündən hələ heç danışma, nə sağa dönə bilirsən, nə sola dönə bilirsən, sonra gəlib deyirsən ki, həkim yoxdur, həkim tapılar elə bir vəziyyətə. Yəni, bəzən ağırlaşmış hallarda artıq cərrahi əməliyyat belə onun ötəsindən gələ bilmir. Görün, nə qədər mərhələ keçib bu adam və bu bir gecədə yatıb səhər oyanmayıb yırtıqla. Mərhələli şəkildə nə gözəl həyatını elə də davam eləyir. Aylarla, illərlə önə əyilə bilmir. Çıxır, gəlir, qəşəng, yumşaq toxumalar şiş, hər şey sərtləşib, kanal daralıb, kirəclənib, oynaqlar, rotasiya yox, hərəkət yox, ağrı istəyir hərəkətdə, istəyir oturaq vəziyyətdə, İstəyir uzananda, istəyir qalxanda, ondan sonra hətta özü də gəlmir, gətirirlər, sağ olsun. Ondan sonra deyir ki, Respublikada həkim yox deyə.
Qurban olum, dünyanın hansı bir ölkəsinə gelsən, sənə hələ heç yaxın getməzlər. Bizim yenə həkimlər ən azından müayinə eləyir. Ən azından bir yanaşma, bir metodika, hardasa bir qaralayır, deyir, buradan başda, görək nə edirik. Əgər bədənin reaksiyası varsa, mən nəsə eləməyə çalışaram. Əməlli başda onurğa kilitlənib, bloklanıb, deyir, məni sağalt. Və hətta yaşlı şəxslərdə əgər ora hələ osteoporozu da əlavə eləsək, yanaşı osteoporoz. İnsan bilməli də, bəli bir yaşa gəlib çatıb. Postmenopauzal dövrdə xanımlar bilmir ki, menstrual sikl kəsiləndən sonra orqanizmdə bütün böhranlar başlayır. Çox gözəl bilirlər. İnsan bilmir ki, 30 yaşından sonra bütün xəstəliklər, hər xırda şeydə provokasiyanı ortalığa çıxır, genetik xəstəliklər belə bilirlər. Sən bilmirsən ki, ya oturaq həyat tərzi keçirirsən və ya müəyyən hər hansı bir məcburi dediyim kimi pozisiyada onurğada problem ola bilər, bilirsən. Əyildin, onurğan ağrıdı, təzdən düzəldirsən özünü, yenə davam edirsən. Əyilmədə ikinci dəfə. Hə məcbursansa o zaman davamlı həkimin müayinəsinə get. Axı bunun fizioloji əyriliyindən əlavə patologiya yaradırsan, patoloji əyrilik yaradırsan və nə olur? Pozulur amortizasiya. O dediyiniz cümləyə bir dənə icazənizlə əlavə edeyim. Bəli, deyirsiniz ki, bilirlər. Bəli, bilirlər. Amma 99% insanlardan soruşanda deyirdim mənə heç nə olmaz. Yəni, bax, mənə heç nə olmaz məsələsi biraz insanların vəziyyətini ağırlaşdıran amillərdəndir. Bəli, bu onurğa ağrılarına səbəb olan həmişə yırtıqdırmı? Xeyr. Bəzən onurğanın iltihabı xəstəlikləri də bu işi ağırlaşdırır. Və yaxud da ki, ətraf oynaqların iltihabı prosesi də bu prosesi olan ağrıları daha da ağırlaşdırır. Oynaqların iltihabı xəstəlikləri barədə indi əlavə bir verilişimizdə ankilozlaşan spondil arterit Bechterev xəstəliyi haqqında danışarıq. Bu bir ayrı bir verilişin mövzusudur. Bu daha ağır gedişli, daha belə, necə deyim, ağır fəsadlara gətirib çıxaran xəstəlikdir. Lakin, əgər Bechterev xəstəliyi varsa, ilkin başlanğıçda hələ diaqnoz təsdiq olunmayıb, yanaşı da MRT zamanı xəstənin onurğasında hansısa bir protruzya və yaxud yırtıq tapılıbsa, bəli, problem burada başlayır. Düşürlər, bilirsiniz də bu saat dəb düşüb, hamı başı çıxan, çıxmayan hamı onurğa müalicə eləyir. Hətta həkim olmayanlar belə, həkim olub başqa ixtisasın sahibi belə ki, elə burada dəb düşüb, hamısı onurğa müalicə edir. Bütün fəqərarası disk yırtıqlarının 60%, yəni hər 10 xəstənin 6-sı heç bir müalicəsiz həyat tərzini dəyişməklə, əzələ qruplarına güclənmə hərəkəti verməklə tamamilə sağalır, sağala bilir. 60%. Yerdə qalır onun 40%. 40%-ında təxminən 8-10%, bəzi ədəbiyyatda yazır 5-8%, bəzi ölkələrə görə dəyişir, cərrahi əməliyyata göstərişdir. Digər hallarda isə qalanları sadəcə düzgün müalicə ilə tamamilə sağalır. Yəni, sağalması mümkündür, yox, tamamilə sağalır. Sadəcə vaxtında düzgün müalicə almaq lazımdır. Xəstə düzgün müalicə alarsa, bütün hallarda o deməkdir ki, cərrahi əməliyyatsız 90% hallarda ya həyat tərzini dəyişib idmanla məşğul olmaqla və yaxud da ki, düzgün həkimə müraciət etməklə tamamilə sağalması mümkündür. Çünki hər gün rastlaşırıq ki, deyirlər ki, mən idman elədim, yırtığım sağaldı. Bəli, düzgün idman eləmişsinizsə deməli sağalıb. Yanlış hərəkətlərlə o daha da ağırlaşa bilər. Onurğada olan problemlər çoxdur. Hətta bir neçə problemlə, yenə də deyirəm, diqqətli olmalıyıq, vaxtında, zamanında. İxtisaslı həkimlərə müraciət etsək, düşünürəm ki, bir çox problemlərin qarşısını ala bilərik. Əli doktor, təşəkkür edirəm gəldiyinizə görə. Sizi hər səfər yoruram. Siz sağ olun, dəvətinizə görə. 30 saniyəlik imkan varsa, mənim bu onurğanın iltihabı xəstəlikləri bütün həkim kolleqalarımıza səslənirəm. Aprel ayının 4-də beynəlxalq konferans keçirəcək. Türk dilli xalqların bütün heyəti ilə, professor müəllim heyətinin, deməli, lektor mühazirəçilərinin iştirakı ilə Azərbaycanda, Bakı şəhərində konferans keçiriləcək. Beynəlxalq konferansdır. Həkimlərin, yəni, ratifikasiyadan keçmiş konferansdır. Balda veriləcək. Buyurub iştirak edə bilərlər. Uğurlar arzu edirəm bütün ixtisas həkimlərinə. İnşallah gözəl nəticələnər. Təşəkkür edirəm. Xoş oldu sizinlə görüş. Bir daha xatırladım. Revmatolog osteopat Əli Əlizadə studiyamızın həkim qonağı idi. Mayamet klinikasında yerləşən Vertex Revmatologiya və Osteopatiya Mərkəzinin rəhbəri və eyni zamanda həkimidir. Müraciətləriniz qəbul olunur. Özünüzü neçə vaxtı xəstə hesab edirsiniz?
10 il olar. 10 ildir. Ağrılarınız boyundan başladı. Boynumda, belimdə otura bilmirəm doktor. Arxa tərəfə heç vaxt belə gedə bilmirəm oturmağa. Ağrı olsa deyirsiniz, yaxşı. Ağzınızı açın. Aç, axıra qədər aç. Evet. Xəstənin deməli həm çənə oynağında disfunksiya var, asimetrik hərəkət edir və xəstənin hətta uzun illər bu vəziyyətdə qalması ilə əlaqədar olaraq sifətində belə cüzi əyilmələr baş verib. Xəstənin gördüyünüz kimi, bax, düz ox düz deyil. Normalda ox dayanmalıdır belə. Burun xətti düz simmetrik aşağı getməlidir. Amma xəstə rahat vəziyyətdə olanda bir qədər sağa dönmüş vəziyyətdədir. Bundan başqa xəstənin qaşı sağ biraz aşağıdadır, sol yuxarıda bir neçə millimetrik fərq var. Çənə xətti hərəkət oxundan, orta oxdan sola doğru meyillidir və ən əsası həmin nahiyədən baxın. Ayaq xanım, tam rahat dayanın, ayaqlarınızı sıxmayın, tam rahat. Sizə necə rahatdırsa tam. Elə bilin yatmışsınız. Görürsünüz ayağın duruşunu, konfigurasını. Bir ayaq düzdür, bir ayaq çəp. Normalda isə hər iki pəncə 45 dərəcəlik bucaq altında belə simmetrik dayanmalıdır. Yavaşdan da ayağınızı itəliyin, açmağa çalışın. Biraz bərk. Nə qədər gücünüz var itəliyin? Güc demək olar ki, yoxdur. İtəliyin. Nə qədər gücünüz var itəliyin? Elə budur? Hə. Xəstənin ayağının mənim bir barmağıma gücü çatmır. Yəni, ən güclü əzəllər ayaq əzəlləridir. Mənim barmağımı açmağa gücü çatmır. Normalda boyun fəqərələri lardoz olmalıdır. Yəni, bu fəqərələr içəri batmış vəziyyətdə olmalıdır. Yəni, bu belə bir təxmini yarım dairə vəziyyətində içəriyə batmış vəziyyət, önə doğru olmalıdır. Burada isə nəinki lardoz düzləşib, hətta kifoza çevrilir. Yəni, boyun fəqərələri arxaya qabarıb, arxaya qabarmış vəziyyətdədir. Bu vəziyyətdə boyun fəqərələrinin normal işləməsi və xəstənin ağrımaması mümkün deyil. Aşağıdan düz gəlir döş fəqərəsindən, sonuncu döş fəqərəsinə çatanda sağa doğru əyilir. Gördüyünüz kimi baş düz orta xəttdə deyil, sağa doğru əyilmiş vəziyyətdədir. Şikayətim dizlərimdəndir. Çox ağrıyır, bir də çanaqlar həddindən artıq. Neçə vaxt ağrıyırsınız? 6 ildir başlayan. Amma çanaqlarım ondan da qabaq. Gecə yatanda çox ağrıyır, səhər-səhər çox ağrıyır, yoxsa iş görəndə çox ağrıyır? Gecə yatanda dizlərim çox ağrıyır. Aha. Hə. İndi bu 2 gündür biraz oturmuşam deyə burada, bu çanağımdan səhərə kimi yata bilməmişəm. Xəstənin belində kəskin degenerativ proses var. Həm boyun fəqərlərində, həm bel fəqərlərində. Bel oma rentgen olunmayıb, ancaq bu çanaq olunub, bir də dizlər rentgen olunub və buradakı görüntülərə görə də kəskin deformasiyalar artıq başlanıb. Uzun illərdir bel fəqərləri burada yastılaşmış vəziyyətdədir. Deyəsən, yaxşı görünmür, kompresyon çökmələrə belə oxşayır, bənzər əlamətləri var. Hal-hazırda xəstəyə lazım olan müayinələri yazdım. Xəstə boyun bel MRT olunmalıdır və bir neçə qan təhlilləri var, onlar yoxlanılmalıdır ki, baxılsın, xəstəyə məsləhət verilsin, nəyə eləmək olar, necə eləmək olar, bu arada məlumat verilsin.
Tapdıq kişini müayinə elədik. Verilişdə dediyi kimi təkcə ayağım ağrıyır deyirdi. Qolum keyir, ayağım ağrıyır. Burada ayaq ağrımaq məsələsi deyil. Arxa üstə yerə dəyib, çanağından travma alıb, ciddi travmadır. Ona görə də bəzi qan təhlilləri aparılmalıdır, kreatin kinazı yoxlanmalıdır, əzələdə parçalanma var yoxsa yoxdur. Bir də hər ehtimala qarşı baş verə biləcək yaşlı şəxsdə 70 yaşından yuxarı yaşı var. Onu nəzərə alaraq, bu çanaq emert olunması məsləhətdir, çünki orada hansısa çat, sınıq əlamətləri ola bilər olsun. Çünki çox güclü ağrıları var və o yaşda şəxsin də arxa üstə yerə dəyməsi fəsadsız ötüşmür. Onu nəzərə alaraq burada bir-iki müayinələr var, onlar həyata keçirilməlidir ki, sonra kişinin ağrılarının kəsilməsi, sağalması barədə söhbət getsin.